Allahdan istəyimiz budur ki, dost qəbul etdiyi kimsələr arasında bizi də özünə dost qəbul etsin. Ömrümüzün sonuna dək düz yolda olmağı, layiqli insanların sevgisini qazanmağı, insanlara yalnız fayda verməyi, yaxşı işlər gördükdə sevinməyi, pis əməllər gördükdə dərhal peşman olub tövbə etməyi, yuxularımızda gözəl müjdələr görməyi, mələklərin bizi sevməsini, ölüm yatağında ikən mələklərin bizə qorxmayın və kədərlənməyin, sizə vəd olunan cənnətə sevinin. Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Cənnətdə sizin üçün nəfsinizin istədiyi hər bir şey hazırlanmışdır deyə müjdələ vermələrini, cənazəmiz məzarlığa aparılarkən möminlərin bizi xoş sözlərlə, gözəl sözlərlə yad etmələrini, qəbirdə verilən 3 suala cavab verdikdən sonra Allah Subhanahu Taala'nın bizə qulum doğru söyləyir, cənnət nemətlərini onun önünə sərin və onun üçün cənnətdən bir qapı açın buyurmasını, daha sonra gözəl görkəmli əynində gözəl geyim olan kimsənin bizə müjdə verərək səni sevindirəcək bir xəbərə sevin, bu sənə vəd olunan gündür, cənnətlisən deməsini, qiyamət günü Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ey qardaşlarım deyə bizi çağıraraq öz hovuzunun yanına dəvət etməsini, həmçinin haqq hesabımızın yüngül olmasını, heç bir kölgənin olmadığı gündə kölgə altında kölgələnməyimizi, cənnətin qarşısında ikən Allahın bizə ey qullarım, bugün sizə qorxu yoxdur və siz kədərlənməyəcəksiniz. Siz ailərimizə iman gətirib müsəlman olmuşsunuz. Siz də, zövcələriniz də fəxrlə cənnətə daxil olun deyə buyurmasını və nəhayət peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməli salih möminlərlə bir yerdə cənnətdə olmağı bizə nəsib etsin. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.